İlkin yemək necə olub? Bu nədir də bişirmisən də? Bax adam bir işdən gələndə bozbaş yemək istəyir, çalapur yemək istəyir, ət, dolma yemək istəyir. Göyərti ilə toyuğu bişirib qoymusan qabağına deyir yemək necədir? Duzsuz, dadsız. İlkin. Əladır həyatım. Sağlam qida. İlkin necə olmuşam? Bayram yumurtasına oxşuyursan. Buna da əlini çoruğun tutub elə bil. Get bunu biraz azal. İlkin. Çox gözəlsən həyatım. Gedək? İlkin, mən kökəlmişəm. Hə, kökəlmisən. Kökələrsən də depressiyaya düşsən, yemək yeyirsən. Xoşbəxt olursan, yemək yeyirsən. Hər gün səhər diyetaya girirsən, axşam bilmirsən ki, hansı diyet yeməyini bişirəsən, stressə düşürsən, yenə yemək yeyirsən. Dedim gəl sənə slim diyet alaq, nə bişirim, necə bişirim, dərdin olmasın. Yeməyi göndərirlər. Paketlərin üstünə saatına kimi yazılır. Detox box göndərirlər, dietik şirniyyat göndərirlər, meyvə göndərirlər. Kalori normalı rahat tənzimləyə bilərsən bundan. Yeməklərin dadına baxdın, dedin, hamısı nə dadlıdır? Bastın bir dəfəyə yedin hamısı. İlkin. Yo həyatım, hələ mən deyəcəkdim biraz arıqlamısan. İlkin, mən dadlı yemək pişirəm mamam. Əlbəttə mamam. Nətəryanı mamam? Səssiz dedim mən onu.